Biz niyə bu qədər acizik? Gələcək qayğısı, sevdiyimiz qız, kasıbçılıq, işdə oturub biznes qurmağı fikirləşmək və s. Və bunlarla ancaq güclü insan olsaq bacara bilərik. Güclü güçsüz insan yoxdur. Bəs nə var? Kamil insan var. Bir də cahil. Bəs necə kamil insan ola bilərik? Bu, 100 illər əvvəl stoiklərin ortaya atdığı ataraksiya ilə mümkündür. Ataraksiya, qarşılaşdığımız hadisələrə qarşı ruhun sarsılmaz bütünlüyü deməkdir. Yəni, nə baş verirsə baş versin, hər şeyə hazır olmaq. Xoş hadisələrə də, pis hadisələrə də. Buna misal olaraq dünyanın ən böyük stoik filosoflarından biri olan Marcus Aurelius'u göstərmək olar. O, premeditatio molarum texnikasından istifadə edirdi, yəni pis hadisələrə əvvəlcədən düşünmək. Bildiyiniz kimi Marcus Aurelius həm də ən son böyük Roma imperatoru sayılırdı. O, sübh vaxtı durar, gün içərisində ola biləcək hadisələri, sui-qəsd, xəyanət, məğlubiyyət, ölüm kimi bütün pis versiyaları fikirləşər, bunu qəbullanar və eləcə günə başlayardı. Öz deyimi ilə, bunlar mütləq ki bir gün olacaq. Niyə həmin gün üçün hazır olmamalıyıq?